değerli şagirdlərim, bugün biz fonetika bölməsindən danışacağıq. Fonetika nədir? Fonetika danışıq səsləri haqqında elmdir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Gəlin görək danışıq üzvləri nədir? Danışıq üzvləri həmin o danışıq səslərinin yarandığı zaman fəaliyyət göstərən üzvlərdir. Məhz bu danışıq üzvləri fəaliyyəti baxımından iki yerə bölünür. Bir qismi fəal iştirak edir bu səslərin yaranmasında, digəri isə qeyri-fəal. Fəal danışıq üzvləri dil, dodaqlar və səs telləridir. Bunların içərisində isə ən fəalı dildir. Qeyri-fəal danışıq üzvləri isə ağciyərlər, nəfəs borusu, qırtlaq, udlaq, ağız boşluğu, burun boşluğu və s. Danışıq üzvləri vasitəsilə dedim ki, danışıq səsləri yaranır. Danışıq səsləri özü iki yerə bölünür. Saitlər və samitlər. Biz bugünkü dərsimizdə məhz sait mövzusuna toxunacağıq. Saitlər haqqında danışacağıq. Bilirik ki, Azərbaycan dilində 9 sait səsimiz və hərfimiz var. Səs və hərf anlayışı eynidirmi? Xeyr, səsi deyirik, eşidirik, hərfi isə yazırıq və görürük. 9 saitimizi yəqin ki, hər biriniz tanıyırsınız, saymağa ehtiyac duymuram. Və bu sait səslərimizi biz qruplaşdıraq. Bilirik ki, sait səslər özü 3 yerə bölünür. 1. Dilin üfüqi vəziyyətinə görə. 2. Dilin şaquli vəziyyətinə və yaxud da ki, alt çənənin açılma dərəcəsinə görə. Üçüncüsü isə dodaqların vəziyyətinə görə. Dilin üfüqi vəziyyətinə görə deyəndə, riyaziyyatdan bilirsiniz ki, üfüqi xətti budur və dilimiz ağız boşluğunda sabit dayandığı zaman bu formada olur. Dilin arxa hissəsində yaranan saitlərə biz deyirik qalın. Digər adı harda yarandı? Dilin arxasında olacaq dil arxası saitlər. Dilin ön hissəsində yaranan saitlərə isə biz incə saitlər deyirik. Harda yaranır? Dilin önündə digər ad olacaq. Dil önü. Qalın saitlər A, H, O bu saitləri, incə saitlər E, Ə, İ, Ö və Ü saitləridir. Özünüz də bunları yəqin ki, əzbər bilirsiniz. Bilməsəniz belə tələffüz etdiyiniz zaman diqqət yetirin. Qalın saitlər bu hissədə yaranır. Dilin arxa hissəsində. İncə saitlər isə dilin ön hissəsində yaranır. Yeganə E saitidir ki, o dilin ortasında yaranır. Ona görə də biz ona dil ortası sait deyirik. Yaranma yerinə görə. Lakin tələffüz zamanı incə saitlərə bənzədiyinə görə incə saitlərin kateqoriyasında veririk. Gəlir dilin şaquli vəziyyətinə görə, alt çənənin açılma dərəcəsinə görə. Şaquli xətti də budur, bilmiş olarsınız. Buna görə saitlərimizi biz iki yerə bölürük. Qapalı və açıq. Açıq saitləri tələffüz edərkən ağız boşluğumuz gen formada olur. Ona görə digər adı gen saitlərdir. Qapalı saitləri tələffüz etdiyimiz zaman isə
ağız boşluğu daralır. Ona görə digər adı dar saitlərdir. Qapalı saitləri yadda saxlamağın ən rahat yolu budur. I üstü 4. I, I, U və Ü saitləri. Açıq saitlər isə yerdə qalanlar A, Ə, E, O və Ö saitlərdir. Diqqət yetiririk ki, açıq saitləri tələffüz etdiyimiz zaman ağzımız açıq vəziyyətdə olur. Baxın, A, Ə, E, O, Ö. Amma diqqət yetirək qapalı saitlərin tələffüzünə. I, I, U, Ü. Gördüyünüz kimi bu saitləri tələffüz etdiyim zaman ağız boşluğum açılmır, dar vəziyyətdə qalır. Keçirəm dodaqların vəziyyətinə görə. Dodaqların vəziyyətinə görə isə saitlərimiz dodaqlananlar və dodaqlanmayanlardır. Dodaqlanan saitlər, bunu az yaşlı şagirdlərimə hər zaman belə başa salıram. Başı papaqlılar və papaqsızlar. O, Ö, U və Ü saitləri. Dodaqlanmayanlar isə yerdə qalanlar A, Ə, E, Ö və İ saitlərdir. Diqqət yetirəndə görürük ki, dodaqlanan saitləri tələffüz etdiyimiz zaman dodaqlarımız önə doğru gəlir və dairəvi bir forma alır. Dodaqlanmayan saitləri tələffüz etdiyimiz zaman isə dodaqlarımız bir-birinə təmas etmir və sanki yanlara doğru dartılır. Bu bizim saitlərimizin bölgüsüdür. Deməli, mən silirəm, sual verirəm və siz özlüyünüzdə cavab verin. Deməli, dedik ki, saitlər neçə yerə bölünür? 3 yerə bölünür. Dilin üfüqi vəziyyətinə görə, dilin şaquli vəziyyətinə görə və dilin və yaxud alt çənənin açılma dərəcəsinə, eyni zamanda dodaqların vəziyyətinə görə. Dilin üfüqi vəziyyətinə görə hansılar oldu? Qalın, incə. Alt çənənin açılma dərəcəsinə görə hansılar oldu? Açıq, qapalı və yaxud dar və girin. Dodaqların vəziyyətinə görə isə dodaqlananlar və dodaqlanmayanlar. Saitlər, bayaq yazmışdım ki, danışıq səsləri özü 2 yerə bölündü. Sait və samit. Belə bir sual verirəm sizə. Saitlərlə samitlərin fərqi nədir? Yəqin artıq özlüyünüzdə cavablandırırsınız. Mən qeyd etmək istəyirəm ki, saitlərlə samitlərin fərqi odur ki, saitləri tələffüz etdiyimiz zaman ağız boşluğunda heç bir maniyə rast gəlir, amma samitləri tələffüz edərkən ağız boşluğunda maniyə rast gəlir bu səslər. Digər, sait səslər heca yaradıcıdır, sait səslər ahəngdardır, sait səslər musiqilidir, sait səslər uzanır. Bunların tam əksi isə samitlərdədir. Saitlərdə uzanmadan danışmışkən qeyd etmək istəyirəm ki, sait səslərimizdə 9 saitimizin 7-si uzanır və uzanma sözün əvvəlində də, ortasında da, sonunda da gedir. Məsəl üçün, alim nə baş verdi? A saiti uzandı. Qeyd etmək istəyirəm ki, uzanmanın işarəsi qoşa nöqtədir. Sözün əvvəlində baş verdi uzanma. Və yaxud deyirəm ki, məsəl üçün, xəzinə. Nə baş verdi? Sözün ortasında uzanma getdi. Sonra deyirəm, təbii. İ'nin biri düşür, digəri uzanır. Sözün sonunda uzanma prosesini biz gördük. Aydın oldu. Deməli, uzanma sözün həm əvvəlində, həm ortasında, həm də sonunda baş verə bilir. Bəzən elə olur ki, uzanma məna fərqinə səbəb olur. Bu 4 dənə sözümüzdür. Dava, əyan, nərə və bəzən sözü. Bu 4 sözümüz uzanarkən bir məna bildirir, uzanmayanda isə başqa məna bildirir. Məsəl üçün götürürəm dava sözünü. Dava sözü uzanmayanda dava dərman mənasını, uzandığı zaman isə müharibə mənasını verir. Bəzən sözü uzananda
zərf mənası olan o bəzən bizə gələrdi, uzanma baş verir. Amma ay qızım, bəzən olanda isə feil kimi uzanmır. Nərə sözü, Koroğlu nərəsi uzanacaq, amma nərə balıq növündə nərə sözü uzanmır. Əyan sözü açıq, aşkar mənasında uzanmır. Əyan, zadəgan mənasında isə uzanır. Deməli, uzanma bəzən məna fərqi yarada bilir ki, onlar da bax, bu 4 sözümüzdə olur, başqa sözümüzdə bu halı biz görmürük. Uzanma yalnız bir dəfə görsənirmi? Üzr istəyirəm. Yəni, bir sözdə bir dəfə mi uzanma baş verə bilir? Üzr istəyirəm. Xeyr. Bəzən elə olur ki, bir sözdə 2 uzanma hadisəsini biz görə bilirik. Məsəl üçün, tabeli sözündə tabeli və yaxud dəvətnamə nə baş verir? Belə qoyum, görəsiniz. Dəvətnamə. 2 dəfə uzanma hadisəsini gördük. Və yaxud qeyd edirəm, malikanə. Nə baş verdi? 2 dəfə uzanma hadisəsini gördük. Deməli, əgər sözün kökündə uzanma varsa, ona anə, yanə şəkilçisi artırıldığı zaman burada 2 uzanma prosesi baş verə bilər. Suala yenidən cavab veririk. Uzanma yalnız bir dəfə müşahidə olunmaya bilər. Yəni, bir sözdə 2 uzanma hadisəsini görə bilirik. Bəzi sözlərimiz var ki, onlar testlərdə düşür, daha çox uzanmayan sözlərin arasına yazırlar, ancaq uzanır. Bunlar hansı sözlərdir? Bunlar hansı sözlərdir? Tətil, təcli, sonra zəfəran, sonra xəssə, maddə. Bax, bu sözləri şagirdlərimiz çox çaşır ki, bunlarda elə düşünürlər ki, uzanma hadisəsi baş vermir. Amma əksinə, bu sözlərdə uzanma prosesi gedir. Bəzi sözlər də var ki, bunun tam əksinə düşünürlər. Şagirdlər elə bilirlər ki, bu sözlərdə uzanma var, amma əksinə uzanma prosesi getmir. Bu sözlər hansılardır? Bunun qeydlərini aparsanız əslində yaxşı olar. Vitamin, vüsət, ənənə, əlifba, gorilla, heca, hesab, söhbət, şöhrət, cümhuriyyət. Bu tipli sözlərdə, bax, bu saydığım bu sözlərdə uzanma yoxdur. Yadınızda saxlayın. Bunlarda uzanma yoxdur. Amma yazdığım təcli, xəssə, maddə, zəfəran, tətil, bunlarda isə uzanma var. Bunlar testlərə çox düşür. Eyni zamanda sima, testdə çox rast gəldiyimiz nümunələrdir. Deməli, uzanma məsələsinə toxunduq. Onu da qeyd edeyim. Düzdür, biz bugün saitlər bölməsindən danışırıq, amma bunu demədən keçmək istəmirəm. Uzanma hadisəsini biz daha çox alınma mənşəli sözlərdə görürük. Ola bilər ki, az öncə də qeyd etdim, kökdə uzanma hadisəsi baş verməsin, amma ona artırılan ərəb-fars mənşəli xüsusi şəkilçilər var ki, anə, yanə, bi, ba, la, bu şəkilçilərdə özü uzana bilir və tələffüz zamanı uzanma prosesi baş verə bilər. Həmin şəkilçilər kökə artırıldığı zaman. Eyni zamanda bir məsələni də qeyd edeyim. Uzanma olan hecada vurğu olmur. Bax, bu qaydanı yadınızda saxlayın. Əgər bir sözün bu hecasında, birinci hecada uzanma varsa, vurğu o hecada olmur. Amma istisna sözlərimiz var ki, bunlar hansılardır?
bəzən, bəlkə deyim, vaxt çox getməsin, yazanda vaxt daha çox gedir. Bəzən, bəzi, bəzən, yəni, lakin, daim, daima, bəli sözlərində uzanma və vurğu eyni hecadadır. Yəni, bəzən sözündə uzanır hara? İlk heca. Vurğu hara düşəcək? Baxın, bəzən. Vurğu hara düşəcək? Bura. Bir məsələyə də toxunun. Müəllim niyə vurğunu burada göstərmədi? Çünki vurğu yazılışa əsasən aparılan fonetik təhlil qaydasıdır. Buradan da elə ora gedim. O məsələnin izahını verim və davam edim. Deməli, fonetik təhlil edərkən biz bəzən yazılışa, bəzən isə tələffüzə baxırıq. Nə vaxt yazılış, nə vaxt tələffüzə baxırıq. Çalışıram qısa-qısa yazım ki, vaxt çox getməsin. Yazılışa, vurğuda, hecada, ahəng qanununda biz yazılışa baxırıq. Tələffüz zamanı isə biz səs artımı, səs düşümü, səs dəyişməsi. Səs dəyişimində biz tələffüzə, transkripsiyanın içərisinə baxırıq. Yazılışa isə biz vurğuda, hecada və ahəng qanununda diqqət yetirmiş oluruq. Mən indi danışmaq istəyirəm sizə söz ortasında gələn qoşa saitlilərdən. Qoşa saitlər. Qoşa saitlər iki yerə bölünür. Eyni cinsli və müxtəlif cinsli. Eyni cinslilərdə nə baş verir? Çox rahat. Biri düşəcək, digəri isə uzun tələffüz olunacaq. Qoşa A, qoşa Ə, qoşa İ nə baş verir? Biri düşür və nəticə itibarilə digəri uzun tələffüz olunur. Yəni, səs düşümü prosesi gedir. Səs düşümü prosesi. Məsələn, saat. Saat sözündə nə baş verdi? Biri düşdü, digəri isə uzun tələffüz olundu. Və yaxud təəccüb. Qoyun bir dənə sərgəli yazımda deyəcəksiniz, Sülhanə müəllimin sərgəsindən heç arada yoxdur. Eyni. Eyni cinslilərdə qoşa A yanaşı gəlir, biri düşür və uzanır. Məsəl üçün, saat. Necə tələffüz olunacaq? Saat. Və yaxud marif. Necə tələffüz olunar? Marif. Və yaxud qoşa Ə. Nə baş verəcək? Biri düşəcək, digəri uzanacaq. Təəccüb. Necə tələffüz olunar? Təəccüb. Gördünüz? Və yaxud qoşa İ nə baş verər? Biri düşər, digəri uzanar. Bədii. Olacaq. Bədii. Aydındır. Ancaq qoşa O-da buradan qeyd edeyim. Qoşa O-da məsələ bir balaca fərqlidir. Qoşa O söz ortasında gələndə ya uzanan O kimi tələffüz olunur. Məsəl üçün, zoopark.
yazılır. Olacaq zoopark. Ya da ki 2 o qısa tələffüz olunan A kimi tələffüz ediləcək. Kooperativ olacaq. Kooperativ. Zoopark, zoologiya, burada 2 o, 1 uzanan o kimi tələffüz olundu. Kooperativ, koordinasiya, burada isə 2 o saiti qısa tələffüz edilən A saiti kimi, koordinasiya, kooperativ kimi tələffüz edilir. Burada isə uzanan o kimi tələffüz edildi. Aydındırmı? Məncə qaranlıq bir məqam yoxdur. Deməli, eyni cinsli sait gələndə biri düşür, digər uzanır. O saitində məsələ bir balaca fərqlidir. Onu da fərqli cəhətini qeyd etdim. Və ümumiyyətlə qoşa saitlilərdə danışdığım bu məsələ mürəkkəb sözlərdə bir balaca fərqli olur. Gəlin bu fərqli məqama da toxunum. Baxın, mina atan, addım bağ. Addım bağ, addım, an bağ, an, ay bağ, ay, ad bağ, ad. Bura diqqət yetirin. Mina atan, 2 qoşa A saitini, addım bağ, addım, qoşa A saitlərini görürsünüz burada. Mürəkkəb sözlərdədir. Düzdür. Nə baş verər? Düşünürsünüz ki, biri düşər, digər uzanar. Xeyr. Biri düşüb, digəri uzanmır. Mürəkkəb sözlərdə eyni cinsli qoşa saitlər yanaşı gəlsə də, düşmə və uzanma hadisəsi baş vermir. Necə yazılır? O şəkildə də tələffüz edilir. Burada qaranlıq bir məsələ yoxdur. Eyni cinsli saitlərin yazılışı, tələffüzü haqqında yetəri qədər məlumatınız oldu. Bütün incəliklərinə toxunduq. İndi keçirəm müxtəlif cinslər haqqında. Lövhəmizi 2 yerə böləcəm burada. Müxtəlif cinsli saitlərdə tərkibində i saiti olan hərf birləşməsi, yəni a-i, i-a, ə-i, i-ə, i-o, u-i, i-u və a-ü. Bu hərf birləşmələrində nə baş verir? Y samiti artırılır ortaya. Məsəl üçün yazıram. Ailə. Tələffüzü necə olar? Ailə. Yazıram. Təbiət. Tələffüz necə olacaq? Təbiət. Aydındır. Burada yazılan bu hərf birləşmələrini gördünüz. Y samiti artırılacaq bunların tərkibinə. Bir dənə burada yadınızda saxlayın. Riayət sözünü, bir də şayiə sözünü. Burada nə baş verir? Riayət sözündə yazılış və deyiliş arasında heç bir fərq yoxdur. Sadəcə və sadəcə səs uzanması prosesi gedir. Buradan belə bir qənaətə gəlmək olur ki, səs artımı, səs düşümü və səs dəyişmə prosesi baş vermirsə, sadəcə və sadəcə səs uzanması gedirsə, bu yazılış və deyiliş arasında fərq yaratmır. Riayət sözündə riayət nə gördük? A saitinin uzanmasını gördük. Başqa bir məsələ görmədik burada. Şayiə sözündə isə məsələ biraz fərqlidir. Burada şayiə həm A saitinin uzandığını, həm də I saitinin düşmə hadisəsini gördük. Deməli, bu hərf birləşmələri yanaşı gələndə Y samiti artırılır. Amma riayət və şayiə sözündə istisnadır bu sözümüz. Bunlarda bu qaydaya əməl olunmur. Bir məsələ də deyim ki sizə, testlərə çox düşür.
Şayə sözünün orfoqrafik yazılışı, hansı ki, bax burada görürsünüz, yazmışam burada şayə sözünün yazılışı bu şəkildədir. Riayət sözündə isə son vaxtlar sınaqlara çox düşür bu söz və bu sözlə bağlı bir məsələ var, onu qeyd edeyim. Mən axı sizə dedim ki, riayət sözündə ortaya y samiti artırılmır. Uşaq bu qaydanı öyrənir və belə bir test sualı salmışdım sınavımda. Şagirdlərin 90%-i yanlış yazdı bu sınağı. Yazmışdım ki, riayət sözünün fonetik təhlilində səhv fikri seçin. Və uşaqların əksəriyyəti D variantını seçmişdi ki, D variantında yazılmışdı ki, y samiti iştirak etmir. Uşaqların yadında qalıb bu plus y qaydası. Axı riayət sözünün özündə y samiti iştirak edir də və uşaqların əksəriyyəti bu sınaqda səhv variantı seçmişdilər. Deməli, qeyd etmək istəyirəm ki, bu hərf birləşmələri gələndə bitişdirici y artırılır, riayət və şayə sözü buna istisnadır. Mürəkkəb sözlərdə nə baş verir bəs bu hərf birləşmələri yanaşı gələndə? Yoxlayaq. Əli ağa. Necə tələffüz olunacaq? Əl ağa. İ saiti düşdü. Qaydaya tabi olmadı. Əmi oğlu. Nə baş verir? Əmoğlu. Xala oğlu. O hərf birləşməsi yanaş gəlir. Düzdür, bu buradakı müxtəlif cinslərə aiddir, amma qeyd edirəm. Mürəkkəb sözdə olur xal oğlu. Yadda qalarmı? Məncə yadda qalar. Əli açıq, əmi oğlu, xal oğlu, bibi oğlu, Əli Abbas. Bu sözlərin tələffüzündə mürəkkəb sözlərin qovuşağında olan birinci saitin düşmə hadisəsini görürük. Keçirəm. Digər hissədəki olan müxtəlif cinslərdə A-ə, E-a, məsəl üçün Ü-a, Ü-ə, E-o. Bu hərf birləşmələrində nə baş verir? Heç bir şey. Məsəl üçün sual. Sual yazılır, sual deyilir. Məsəl üçün səadət. Səadət yazılır, səadət deyilir. Məsəl üçün bəraət. Bəraət yazılır, bəraət də deyilir. Uzanma prosesi baş verir. Olsun, uzanma prosesi sizcə yazılış deyiliş arasında fərq yaradır? Xeyr. Az öncə qeyd etdim axı. Əgər orada səs dəyişimi, səs artımı, səs düşümü yoxdursa, orada fərq yoxdur deməkdir. Bir dənə, yadınızda saxlayın. Bir dənə. Poema. O-e-də məsələ fərqlidir. Ayə kimi tələffüz olunur. Poema yazılacaq, tələffüz olacaq. Poema. Poema. Tələffüz olunacaq poema. Poetika yazılacaq, poetika tələffüz ediləcək. Yadda qalarmı? Məncə qalar. Deməli, digər hərf birləşmələrində, müxtəlif cinsli hərf birləşmələrində deyiliş və yazılış arasında fərq yoxdur. Bir dənə o-e-də biraz məsələ fərqlidir. Ayə kimi tələffüz olunur. Poema, poema, poetika, poetika və s. Burada elə bir məsələ qalmadı. Saitlər bölməsində demək olar ki, hər bir məsələyə toxundum. Bir məsələni də qeyd edeyim. Bununla da videomuzu yekunlaşdıraq. O saitinin A kimi tələffüz olunması məsələsinə yadınızda saxlayın ki, Rus və Avropa mənşəli sözlərdə o saiti ilə yazılır, A kimi tələffüz olunur. Yazırıq Moskva. Tələffüz olunacaq Moskva. Moskva yazılır, Moskva deyilir. O saiti A kimi tələffüz olundu. Məsəl üçün, konfet. Necə tələffüz olunacaq? Konfet. Olacaq, konfet. Və bir məsələndə qeyd etmək istəyirəm ki, vurğu bölməsində olmasaq da, vurğulu heca olan
o hecası, məsəl üçün vurğulu bir hecadır və o saiti ilə yazılırsa, o saiti ilə də deyilməlidir. Bir sözlə, o saitinin a saitinə keçdiyi hecada vurğu olmaz. Yadda saxlayın bu qaydanı. Əgər sözün hecası o kimi yazılıb, a kimi tələffüz edilirsə, vurğu oradan qaçar. Məsəl üçün götürən Moskva sözünü. Vurğu hardadır? Vurğu burada. Səbəb o a əvəzlənməsi baş verir. Konfet sözünün vurğu hardadır? Sonda. Səbəb o a kimi tələffüz edilib. Yadda qalar, məncə qalar. Götürək oçek sözünü. Oçekdə vurğu harda olacaq? O-da. Səbəb o kimi yazılır, o kimi deyilir. Orden, obraz. Vurğu hardadır? Birdə. Hər zaman mı belədir? Xeyr. Azərbaycan dilini çətinləşdirən, bax elə məsələ budur. Və yaxud buradan səslənirəm Azərbaycan dilini asan bir elm kimi zənn edən digər fən müəllimlərinə, həmkarlarıma. Azərbaycan dilini çətinləşdirən məsələ bax budur. Hər bir qaydamızın bir istisnası var. Deyirəm, okean. O ilə yazılır. Düşünürük ki, vurğu birdədir. Xeyr, vurğu birinci hecada deyil. Oktyabr, noyabr. O ilə yazılır, o ilə deyilir. Amma vurğu harda olacaq? Sonuncu hecada. Aydın oldu mu? Məncə aydın oldu. Əziz şagirdlərim, çox dəyərli müdavimlərim, mən çalışdığım qədər bu videonu sizlər üçün məhsuldar bir video şəklində çəkməyə çalışdım. Buna ən azından çalışdım. İnşallah ki, sizlərin də xeyrinizə dəyər, sizlər üçün çox böyük faydası olar. Əgər faydalıdırsa, bəyənirsinizsə və bu cür videoların davamlı olaraq çəkilməsini istəyirsinizsə, kanalımıza abunə olun, rəy yazın və like etməyi unutmayın. Sağlıqla qalın.